Dayanıb meşəyə və uzaqda görünən dağlara tamaşa edərkən qız birdən-birə susaraq başını oğlanın qoluna söykədi. Dönüb onun üzünə baxan Ayxana nədənsə elə gəldi ki, qız öpülmək istəyir. Elə özünün də ürəyindən keçdi onun cəzibadar dodaqlarından öpmək. Ancaq bədənində xoş gicilsi yaradan bu ani hissi boğa bildi. Əli ilə Aydənizin qıvrım saçlarını sığallayıb yalnız bir dəfə yanağından öpdü. Utancaq təbəssümlə gülümsəyib, ondan aralanan qız asta səslə "Çox sağ ol" dedi və sonra birdən-birə söhbəti dəyişib öz uşaqlığından danışmağa başladı. İndisə bir saatlıq gəzintiləri başa çatmışdı və maşınla şəhərə qayıdırdılar. Səhər evdən çıxanda Ayxan Melisaya dilucu təklif etdi ki, o da onlarla gəlsin. Amma qız etiraz etdi. Mənim sizə ehtiyacım yoxdur. Turxan məni gəzintiyə dəvət edib. Onunla çıxacam. Elə indi də söhbət Melisadan düşmüşdü. Sükanın arxasında əyləşib maşını çox naşılıqla idarə edən Aydəniz birdən "Sən onu sevirsən?" deyə soruşdu. "Mən?" Ayxan duruxdu. "Biz onunla dostuq. Sədaqətli, mehriban dost. Hətta o məni bir dəfə ölümdən qurtarıb. Ümumiyyətlə Melisa mənim üçün çox qiymətlidir. Ancaq sevmək, deyəsən mən heç ömrümdə kimisə sevməmişəm. İnanmıram. Kimisə sevməyən adam ürəksiz olur. Sən isə eləsinə oxşamırsan." "Bəs necə birinə oxşayıram?" Aydəniz onun sualını cavabsız qoyub birdən gülümsədi. "Ancaq Melisa səni sevir. Bunu bilirsən?" "Ola bilər." Ayxan başını tərpətdi. "Bu onun şəxsi işidir. Sevildiyini bilmək necə hissdir?" Aydəniz ona tərəf dönüb maraqla soruşdu. "Bilmirəm, bu barədə düşünməmişəm. Amma mənim fikrimcə bu böyük xoşbəxtlikdir. Bax, mən Turxanı sevirəm. Fikrət əminin oğlunu. Ancaq bu sevgim mənə hələlik ancaq əzab verir. Əgər bu qarşılıqlı olsaydı, yəni bilsəydim ki, o da məni sevir. Bax, bu əsl xoşbəxtlik olardı." Ayxan Aydənizin Turxana qarşı laqeyd olmadığını onlarla bir yerdə, süfrə arxasında oturarkən hiss etmişdi. Amma yenə qızı danışdırmaq üçün soruşdu. "Həqiqətən sevirsən oğlanı?" "Hə." Aydəniz lap ürəkdən dilləndi. "Həm də çox." "Bəs o niyə sevmir sənin kimi qəşəng qızı? Bəlkə başqa birisini sevir?" "Kristina adlı biri ilə dostluq edir." Qızın gözləri bir anlıq yol çəkdi. "Bilirsən, çox istəyirəm ki, məni də sevsinlər. Təkcə Turxandan söhbət getmir. İstəyirəm ki, ətrafımdakılar məni anlasınlar, məni sevsinlər, qayğı göstərsinlər." "Sənə qayğı göstərən yoxdur?" Ayxan qızı ciddi baxışlarla süzdü. "Niyə ki var? Məsələn, Fikrət əmi." Qızın birdən-birə üzü güldü. "Elə gözəl insandır ki, bilirsə necə çox istəyir məni." "Sonra bəs atan?" "Atam biraz ciddi, qapalı adamdır. Bilirəm ki, məni sevir, ancaq məni başa düşmür. Başa düşmür ki, nə istəyirəm." "Sən nə istəyirsən ki?" "Dedim axı, istəyirəm ətrafımdakılardan səmimiyyət görüm, sevilim, həqiqi dostlarım olsun. İnanırsan, bəzən lap bezirəm həyatımdan. Maraqlı bir şey qalmayıb mənim üçün. İnternetə çox girirdim. Kimlərləsə məktublaşırdım. İndi o da bezdirib məni. Elə bu maşını da daha əvvəlki kimi ləzzətlə sürmürəm. Elə bilirəm ki, nəsə çatmır həyatımda. Nəsə çatmır. Tam anlaya bilmirəm nə çatmır." "Anan öləndə sənin neçə yaşın vardı, Aydəniz?" Ayxan söhbətin mövzusunu dəyişdi. 7. Qızın üzünə dərhal kədər çökdü. "Necə xatırlayırsan onu?" "Mənimlə çox mehriban idi. Elza xala da deyir ki, çox mehriban, sakit bir insan olub anam." "Nədən öldü?" "Onu öldürdülər." "Kim?" "Aleksey adlı biri. Fikrət əminin ofisində mühafizəçi işləyirmiş.
Anam o gün nəyə görəsə çox tələsik, həyəcanlı bir halda ofisə gedib. Qapıda dayanan mühafizəçilər onun davranışından şübhələniblər. Anam qəbul otağına girəndə Aleksey arxadan çataraq onu tapança ilə vurub. Niyə axı? Anam həmin vaxt çox hirsli və həyəcanlı imiş. Deyilənə görə heç özündə deyilmiş. Hətta qapıdan girəndə mühafizəçilərdən birini itələyib də. Aleksey elə bilib ki, Fikrət əmini öldürməyə gəlib anam. Yaxşı, bəs anan nə üçün gedibmiş ofisə? Ayxan maraqla soruşdu. Aydəniz indi çox həyəcanla danışırdı. Sən Renatanı tanıyırsan, Romanın anasını. Şəhərdə bu saat ən varlı adamlardan biridir. O vaxt Fikrət əminin katibəsi işləyirmiş. Həm də deyəsən mühasibi. Qəbul otağında otururmuş. Deyirlər ki, anam onu öldürmək üçün gedibmiş şirkətin ofisinə. Güya anama kimlərsə çatdırıb ki, Renata atamla gizli sevişir. Anamın çantasından tapança tapılırmış. Atamın tapancasını. Amma mühafizəçilərdən hansısa deyibmiş ki, anam ofisə daxil olanda əlində bir dəftər də var imiş. Dəftər? Ayxan təəccübləndi. Hə, qırmızı üzlü dəftər. Mən özüm də hərdən anamda belə bir dəftər görürdüm. Ora nəsə yazıb, sonra paltar şkafında gizlədirdi. Görəsən o nə yazırmış dəftərə? Bilmirəm. Bu dəftər barədə indi heç kəs danışmır. Anamı vuran mühafizəçini isə 1-2 ay sonra həbsxanada dustaqlar bıçaqlayıb öldürmüşdülər. Bütün bunları sən hardan bilirsən, Aydəniz? Yoldaşlarımdan eşitmişəm. Hamı bilir bunları. Qarşıdan gələn avtomobil az qaldı ki, Mercedesə sürtünsün. Artıq onlar şəhərin içi ilə hərəkət edirdilər. Ehtiyatlı sür, Aydəniz. Az qala vuracaqdı maşını. Ayxan xəbərdarlıq etdi. Atanla Renatanın arasında doğrudan da bir şey var imiş. Bilmirəm. Qız başını silkələdi. O vaxt uşaq idim, ancaq inanmıram onların arasında nəsə olsun. Atamın zəhləsi gedir Renatadan. O vaxt necə olub deyə bilmərəm. İndi kaftara oxşayır. Oğlu da tərbiyəsizin, pozğunun biridir. Baş açmaq olmur. Oğlandır ya qızdır. Neçə ay əvvəl mənim dalımca düşmüşdü. Güya sevirdi məni. Ancaq atam bilsəydi, yəqin ki, dünyanı dağıdardı. Anan Renata barədə atamla mübahisə edirdi. Belə şey yadına gəlir. Bəzən dalaşırdılar. Nəyin üstündə olduğunu bilmirdim. Anam lap dilsiz, ağılsızın biri imiş. Belə hal çox az olub. Ayxan yenə nəsə soruşmaq istəyirdi ki, bir qədər qarşıda Renata kafesini görüb fikrini dəyişdi. Saxla maşını. Mercedes səkinin kənarında dayandı. Ayxan başı ilə kafeyə tərəf işarə etdi. Bu kafe həmin Renatanındır. Hə, qız cavab verdi. Elə özü də burada yaşayır, 2-ci mərtəbədə. Onun oğlu ilə indi necədir münasibətin? Nə oldu adı? Roman, gicin biridir. Baş qoşmuram ona. Allah bilir nə işlərlə məşğuldur. Samvel adlı bir kişiyə qoşulub. Çox vaxt onunla gəzir. O Samvel də heç ağıllı adama oxşamır. Əvvəllər Fikrət əminin işçisi olub. Sonra Fikrət əmi qovub onu. İndi Karamyanın yanında işləyir. Roman az qala Samvelin oğlu yaşındadır. Amma onunla dostluq edir. Hə, yaxşı yadıma düşdü. Bilirsən, maşını hansı markadandır? Jaguar, həm də qara rəngli. Samvelin? Ayxan cəld soruşdu. Yox, Romanı. Sür qabağa. Girək bu kafedə yüngül qəlyanaltı eləyək. Aydəniz gözünü turşutdu. Mən ac deyiləm, ancaq sən yemək istəyirsənsə, başqa kafeyə gedək. Xahiş edirəm. Ayxan gülümsədi. Yaxşı, sən deyən olsun. Aydəniz maşını Renata kafesinin düz qarşısında saxladı. Yerə enib, ön tərəfinə göy rəngli şüşələrdən örtük çəkilmiş 2 mərtəbəli binaya girdilər. Masaların çoxu boş idi. Bunlardan birinin arxasında əyləşdilər. Gənc ofisiant dərhal onlara yaxınlaşdı. Xoş gəlmisiniz. Nə arzu edirsiniz? Ayxan əlinə aldığı menyuya göz gəzdirdi. Bizə mal ətindən kotlet verin. Nə içəcəksiniz? Mən viski, bu qız isə
Mən kola içəcəm. Aydəniz cəld dilləndi. Ofisiant getdi. Ayxan fikirli halda kafeyə göz gəzdirməyə başladı. Bu zaman saçları qırmızıya çalan rənglə rənglənmiş, dolu bədənli bir qadın ikinci mərtəbədən pilləkənlə zala indi. Onu görən Aydəniz başı ilə işarə edib astadan dilləndi. Renatadır, buranın sahibəsi. Ayxan laqeyd hərəkətlə dönüb baxdı. Deməli, bu imiş Renata Sergeyevna. Ona bu qadın haqqında dünən axşam Fikrət Nəzərlinin mühafizəçiləri danışmışdılar. Aydəniz də bayaq az-çox məlumat verdi. Ayxan artıq bilirdi ki, Renatanın bu şəhərdə neçə gəlir gətirən obyekti var və o şəhərin ən imkanlı adamlarından biridir. 11 il əvvəl isə həmin bu qadın sadəcə Fikrət Nəzərlinin mühasibi imiş. Zala daxil olan Renata nəyə görəsə birbaşa onların əyləşdiyi masaya tərəf gəlirdi. Diqqəti də əsasən Aydənizdə idi. Masaya çatanda birdən-birə ucadan dilləndi. Paho, sən Rizvanın qızı deyilsənmi? Qadının 60 yaşı olardı. Əyninə ev xalatına oxşar uzun bir şey geyinmişdi. Üz-gözünə yaxdığı zövqsüz boyalar, qırışmış sifətindəki çopurları heç də gizlədə bilmir. Əksinə onu daha da eybəcər göstərirdi. Səsindən və ləngərli duruşundan dərhal hiss olunurdu ki, sərxoşdur. Hə, niyə dinmirsən? Aydəniz deyilsən? Aydəniz özünü bir qədər itirmişdi. O yəqin ki, bu qadını sevmirdi və sevə də bilməzdi. Yalnız başını təsdiq mənasında tərpətdi. Aha, görürsən necə yaddaşım var? Renata ucadan güldü. Mən səni görəndə 6-7 yaşın olardı. Fikrət Davudoviçin firmasında mühasib işləyirdim. Sən də hərdən atanla onun yanına gəlirdin. Dönüb sərxoş baxışları ilə bir xeyli Ayxanı süzdü. Bu oğlan kimdir? Niyə bizi tanış etmirsən? Aydəniz Ayxanı könülsüz təqdim etdi. Ayxan bizim qonağımızdır. Azərbaycanlıdır. Moskvada yaşayır. Çox gözəl. Qadın Ayxana əl uzatdı. Renata Sergeyevna, mən buranın sahibəsiyəm. Ayxan ona çox soyuq əl verdi. Ancaq Renata buna əhəmiyyət vermədi və özünə stul çəkərək əyləşdi. Ayxana baxıb sərxoşcasına əzilib büzülməyə başladı. Siz Azərbaycanlılar ətli əndamlı qadınları xoşlayırsınız. Aydənizi də yəqin buna görə seçmisiniz. Qadının laqeyd və kinayəli nəzərlərlə süzən Ayxan birdən nə düşündüsə gülümsədi. Hə, mənim kök qadınlardan xoşum gəlir, ancaq Aydəniz o qədər də kök deyil. Etiraf edim ki, sizi daha çox xoşladım. Doğrudanmı? Renata ucadan güldü. Ay səni, ağzının dadını yaxşı bilirsən. Ayxan Aydənizə baxıb gizlincə göz vurdu. Qız onun cavabında məzəli şəkildə başını tərpətdi. Ofisiant yeməyi və içkiləri gətirib süfrəyə düzməyə başladı. Mənə də konyak gətir, Renata dedi. Bu cavan oğlanla tanışlığım şərəfinə içəcəm. Konyak gətirdilər. Ayxan viski dolu qədəhini qadının qədəhinə toxundurdu. Sizin şərəfinizə Renata Sergeyevna, siz doğrudan da çox cazibədarsınız. Şorgöz Azərbaycanlı, sizi sevirəm, inanın mənə. Özümüzünkiləri isə heç bəyənmirəm. Heç. Yaxşı eləyirsiniz. Özünüzkilərdə bəyənməli bir şey də yoxdur. İçdilər. Sərxoş qadının baxışlarındakı intim çağırışı deyəsən Aydənizin də nəzərindən qaçmamışdı. Qız özünü açıq-aydın narahat hiss edirdi. Siz çox yaraşıqlı oğlansınız, Ayxan. Qadın bunu dedi və bu zaman diqqətini zala daxil olub pilləkənlə ikinci mərtəbəyə qalxmaq istəyən oğlan cəlb etdi. Bu 25-30 yaşlarında uzun qara saçları çiyinlərinə tökülmüş, ən son dəbbə geyinmiş bir gənc idi. Gəldin Roma? Renata ona səsləndi. Haralarda itib batmısan? Bura gəl görüm. Oğlan masaya çox könülsüz yaxınlaşdı. Bu Aydənizin bayaq haqqında danışdığı roman idi. Renatanın oğlu. Mənim oğlumdur, Roman. Qadın oğlunu Ayxana təqdim etdi. Gənc dedektiv üzdən laqeyd görünsə də
romanı özünə məxsus bir diqqətlə süzürdü. Daha çox qıza bənzəyən bu oğlanın sol gözünün altının azacıq göyərməsi və gödəkçəsinin metal düymələrindən birinin qırılıb düşməsi onun nəzərindən yayınmadı. Romanın ona uzanmış əlinə barmaqlarının ucu ilə toxunsa da, özünü təqdim etmək əvəzinə düymənizin biri düşüb dedi. Roman isə qeyri-müəyyən bir şey mızıldandı. O, ümumiyyətlə nəyə görəsə həyəcanlı və əsəbi görünürdü. Sonra Aydənizə əl uzatsa da qız ona əl vermədi. Bunu görüb əlini cəld geri çəkdi və elə həmin anda da onun üz-gözünə diqqətlə nəzər yetirən anası dilləndi. Bu nədir Roma? Sənə nə olub? Harada idin? Harada olacam? Dostlarımla gəzirdim. Roman qanqara cavab verdi. Gözünün altına nə olub? Düymən niyə qırılıb? Heç, boş şeydir. Oğlan əlini yellətdi. Qadın başını bulayıb bir qədər əsəbi səslə oğlunu danlamağa başladı. Yoxsa yenə o Samvellə idin? Sənin tayların qızlarla gəzir, sən isə kişilərlə. Axı ondan sənə dost olmaz. Sənin ona pulun lazımdır, maşının lazımdır, vəssalam. Axı sən niyə bunu başa düşmürsən? Ay ana, bəsdir Allah xatirinə. Roman yenə əlini yellədi. Samvel sənin fikirləşdiyin qədər pis adam deyil. Mənimlə də puluma görə dostluq etmir. Anası deyəsən mübahisəsini davam etdirmək fikrində idi. Bəs nəyinə görə dostluq edir? Roman bir qədər tutuldu. Hətta azacıq qızardı da. Ayxan onun rənglənmiş uzun saçlarına, qulağındakı sırğıya, biləklərindəki bəzəkli qolbaqlara, ağappaq əllərinin uzadılıb xüsusi qulluq edilmiş dırnaqlarına gizli bir istehza ilə baxırdı. Birdən nə düşündüsə, qolundakı saata nəzər salıb kafenin sahibəsinə iz tutdu. Renata Sergeyevna, sizinlə kiçik bir söhbətim var. Əgər mümkünsə, bir neçə dəqiqəlik otağınıza qalxaq. Renatanın sifəti dərhal dəyişdi. Əlbəttə mümkündür, əzizim. Biz qalxaq, qoy cavanlar burada oturub söhbət etsinlər. Bunu deyib ayağa qalxdı. Ayxan da Aydənizin məzəmmət dolu baxışlarına əhəmiyyət verməyib, durdu və qadının arxasınca pilləkənə doğru getdi. Renata onu iş kabinetinə yox, nədənsə birbaş öz yataq otağına apardı. Qapının cəftəsini içəridən vurub qonağına divanı göstərdi. Əyləş əzizim. Ayxan tərəddüd etmədən göstərilən yerdə əyləşdi. Qadın isə 2 nəfərlik enli çarpayının kənarında oturub xalatının yuxarındakı 2 düyməsini açdı. Sizin kimi cəsarətli oğlanların vurğunuyam. Heç nəyi sonraya saxlamırsınız. Yoxsa uzun-uzadı tanışlıq, boş söhbətlər məni lap bezdirir. Ayxan gördü ki, qadın xalatını tam əynindən çıxardıb soyundu. Daha sonralar olacaq baş verənləri fikirləşmədən, buna mane olmaq üçün gödəkçəsinin cibindən vəsiqəsini çıxarıb göstərdi. Mən dedektiv Asayevəm, Fikrət Davudoviçin oğlunun ölümünü araşdırıram. Bu sözlər qadına dərhal öz təsirini göstərdi. O, açdığı xalatın düymələrini yenidən bağladı. Sifətinə anlaşılmaz bir təlaş bürüdü. Deyəsən, bircə anda sarxoşluğu da keçib getdi. Bir neçə dəfə udqundu. Bu ölümün mənə nə aidiyyəti var axı? Ayxan vəsiqəni arxayınlıqla cibinə qoydu. Mən demirəm ki, bu cinayətin sizə aidiyyəti var, amma siz bu şəhərdə tanınmış adamsınız. Nə demək olar? Hamını tanıyırsınız. Ona görə də sizə bəzi suallar vermək istəyirəm. Buyurun görək. Qadın onu şübhəli nəzərlərlə süzdü. Əvvəlcə xahiş edirəm, deyin. Sizin Vartan Karamyanla münasibətiniz necədir? Renata yavaş-yavaş özünə gəlməyə başlayırdı. Ancaq gözlərinin məchul bir qorxu nişanəsi həkk olmuşdu və bu çəkilib getmirdi. Mənim o hiləgər tülkü ilə heç bir münasibətim yoxdur. Siz bir vaxt Fikrət Davudoviçin mühasibi işləmişsiniz. Həmin vaxtlar onun firması hələ təzə-təzə inkişaf edilmiş. Sizin aldığınız əmək haqqı da elə çox olmayıb. Fikrət Davudoviç sizi işdən uzaqlaşdırandan sonra isə siz birdən-birə öz biznesini qurmağa, varlamağa başlamışsınız. Bunu necə izah edə bilərsiniz? Renata bir anlıq duruxsa da tezcə özünü ələ alıb gülümsədi.
Bu iş sirridir əzizim. Yoxsa siz də bizneslə məşğul olmaq istəyirsiniz? Niyə də yox? Ayxan da gülümsədi. Mən hər şeyi öz ağlım və zəhmətimlə qazanmışam. Yəni kiminsə, məsələn, Karamyanın sizə heç bir köməyi dəyməyib? Yox, o xəsisin biridir və indiyədək heç kəsə köməyi dəyməyib. Ayxan susdu. Artıq onun inamına görə baş vermiş cinayətlərdə Karamyanın birbaşa əli var idi və əgər belə idisə, deməli Karamyan Fikrət Nəzərlinin ona vurduğu şillənin heyfini alırdı. Belə olan halda isə bu qadını nə üçün danışdığını özü də tam anlamırdı. Renata qonağının susmasından istifadə edib ayağa qalxdı. Ağır addımlarla kiçik bir dolaba yaxınlaşıb oradan konyak butulkası və 2 qədəh götürdü. Onları masanın üstünə qoyub hər 2 qədəhi konyakla doldurdu və birini götürüb dərhal başına çəkdi. Onun hərəkətlərini diqqətlə izləyən Ayxan indi başqa şey düşünürdü. Düşünürdü ki, bu qadında hər halda nəsə bir sir var. Bəlkə də birbaşa Yunisin qətli ilə bağlı bir sir. Renat öz qədəhini bir də doldurub içdi və qonağı indi yadına düşürmüş kimi ona da təklif etdi. Siz niyə içmirsiniz? Ayxan konyakdan imtina edib, bayaqdan beynində hazırladığı növbəti sualını verdi. Danışırlar ki, o vaxt sizinlə Rizvan Salmanoviç arasında gizli sevgi macərası olub. Bu doğrudurmu? Xahiş edirəm. Əgər belə bir şey olubsa, məndən gizlətməyin. Renata yenidən çarpayda oturub başını yellədi. Adamlar çox şey danışırlar. Həm də boş-boşuna. Mən Fikrətin firmasında işləyəndə hələ ərim sağ idi və mən onu sevirdim. Yazıq mən işdən çıxandan 1 il sonra öldü. Deməli aranızda heç nə olmayıb. Bəlkə də nəsə söz-söhbət var imiş, amma aramızda heç nə olmayıb. Hətta soyuq olmuşuq onunla. Fikrət mənə çox etibar edirdi və bu da yəqin ki, onun əsas köməkçisi olan Rizvanı qısqandırırdı. Bəs o hadisə barədə nə deyə bilərsiniz? Rizvan Salmanoviçin arvadının ölümü barədə. Nə deyə bilərəm? Heç nə. Qadın fınxırdı. Bu çoxdan olub, 11 il əvvəl. Mən Fikrətin kabinetinə açılan qəbul otağında təkcə oturmuşdum. Birdən dəhlizdən səs-küy eşitdim. Qapı açıldı və Tansu içəri girdi. O cür sakit qadın qəzəbindən əsirdi. Bu vaxt onun arxadan güllə ilə vurdular. Yerə sərildi. Əvvəl mühafizəçi Aleksey, sonra o birilər otağa girdilər. Sonra Fikrət kabinetindən çıxdı. 1 dəqiqə keçməmiş Tansu öldü. Sonra belə bir fərziyyə irəli sürdülər ki, kimlərinsə sözünə inanmış bədbəxt qadın oraya məni öldürmək üçün gəlibmiş. Sizcə bu belə deyil? Renata'nın sərxoşluğu burada içdiyi 2 qədəh konyakdan sonra biraz da artmışdı. Sözləri indi mənalı bir tərzdə uzada-uzada tələffüz edirdi. Bəlkə də belədir, bəlkə də belə deyil. Kim bilir? Bəlkə də Aleksey ilə əvvəldən arasında nəsə sir var imiş. O otağa girəndə əlində tapança var idi. Ayxan sual verdi. Yox, tapançanı polislər onun çantasından tapıblarmış. Bəs dəftər? Nə dəftər? Renata təəccübləndi. Tansunun əlində qırmızı üzlü dəftər var idimi? Yox, otağa girəndə əlində heç bir dəftər falan yox idi. Bunu kim çıxartdı? Deyilənə görə ofisə daxil olanda qadının əlində hələ bir dəftər də var imiş. Mən bu barədə heç nə deyə bilmərəm. Hər halda qəbul otağına girəndə əlində heç nə yox idi. Yalnız çiynində çantası. Vəssalam, polislər çantanı axtaranda da yanlarında olmamışam. Bəlkə dəftər oradan çıxıb. Ya bəlkə Aleksey onu dəhlizə qadından alıbmış. Ya da heç dəftər filan yerli dibli olmayıbmış. Bir anlıq fasilə verib yenidən danışmağa başladı. Bir də mən anlamıram. Siz Fikrətin oğlunun ölümünü araşdırırsınız, yoxsa 11 il əvvəl öldürülmüş Tansunun? Bunların arasında nə əlaqə görürsünüz axı? Heç bir əlaqə görmürəm. Ayxan astadan dinləndi. Sadəcə hər şeyi bilmək istədiyimə görə soruşdum. Renata çılğınlıqla başını silkələyib birdən ayağa qalxdı və otaqda gəzərək danışmağa başladı. İndi o nə danışdığını deyəsən heç fərqində deyildi. Deməli, hər şeyi bilmək istəyirsiniz, hə? Amma sizi belə boş sorğu-suallarla Yunisin qatilini tapa bilməyəcəksiniz. Mən buna qəti əminəm. Onlar Fikrəti də öldürəcəklər. Mütləq öldürəcəklər. Nə siz, nə prokurorluq, nə də polis bunun qarşısını ala bilməyəcəksiniz.
Odur ki, şəxsən sizə məsləhət görürəm. Qatilləri axtarmaqdansa hələlik Fikrəti qoruyun. Gecə-gündüz qoruyun və çalışın, onu tək buraxmayasınız. Onu öldürəcəklər. Qadın pərakəndə danışığını kəsib Ayxanın qarşısında dayandı. Sərxoş baxışlarını onun üzünə zilləyib səsini bir qədər də alçaltdı. Deyəsən, siz məndən də şübhələnirsiniz. Hə? Cavan oğlan. Bəli, şübhələnirsiniz. Ancaq yadda saxlayın. Fikrətin ölümünü bu şəhərdə bəlkə də ən az mən istəyirəm. Onun ölümü bəlkə də mənim ölümüm deməkdir. Siz nə danışırsınız, Renata Sergeyevna? Ayxan ayağa qalxdı. Elə Renata özü də, belə görünür, nə danışdığının fərqinə indi vardı. Bir müddət gözlərini döyüb, Ayxandan aralandı və əlini hirslə yellədi. Nə danışdığımı eşitdiniz, amma hamısını unudun getsin. Bircə şey yadda saxlayın ki, onlar Fikrəti də öldürəcəklər. Onlar kimdilər axı? Ayxan səsini qaldırdı. Bilmirəm. Qadın yenə başını silkələdi. Mən heç nə bilmirəm, heç nə, ancaq siz mütləq Fikrəti qoruyun. Axı siz niyə Fikrət Davudovçun qeydinə belə qalırsınız? Niyə? Renata sanki təəccübləndi. Çünki Fikrət yaxşı adamdır, həm də sizin həmyerlinizdir. Şəxsən siz onu qorumalısınız. İndisə daha bəsdir. Məni yersiz sorğu-suala tutdunuz. Çıxın gedin. Mən dincəlmək istəyirəm. Ayxan artıq bilmirdi ki, bu sərxoş qadının danışdıqlarına əhəmiyyət vermək lazımdır ya yox. Amma yenə də bir cəhd göstərmək istədi. Renata Sergeyevna, siz Fikrət Davudovçun öldürülməsini istəmirsiniz. Bəs niyə şübhələndiyiniz adamlar barədə mənə heç nə demirsiniz? Renata indi üzünü pəncərəyə çevirmişdi. Geriyə dönüb Ayxana baxdı. Siz onsuz da heç kəsə heç nə sübut edə bilməyəcəksiniz. Özünüzə yazığınız gəlsin. Başınızı bəlaya soxmayın. Sizə dedim ki, hələlik Fikrəti qoruyun. Aydın olmadı? Yox, heç nə aydın olmadı. Qadın əlini kəskin hərəkətlə yellədi. Xahiş edirəm, gedin. Mən özümü yaxşı hiss etmirəm. Ayxan əsəbi halda cəftəni çəkib otaqdan çıxdı. Daha sərxoş sayıqlamaqlarını dinləyəcək halı yox idi. Amma pləkanla zala inərkən birdən-birə dayandı. Bu qadının çərənlədikləri həqiqətən cəfəngiyat idimi? Bəs o nə demək idi axı? Necə dedi? Onun ölümü bəlkə də mənim ölümüm deməkdir. Nədən qorxurdu bu ifritə qadın? Kimdən qorxurdu? Aydənizlə Raman masanın arxasında oturmuşdular. Oğlan əl-qolunu ölçə-ölçə nəsə danışırdı. Ancaq deyəsən Aydəniz ona qulaq asmırdı. Zala enən Ayxan əli ilə qıza işarə etdi. Gedək Aydəniz. Sonra isə onu gözləməyib kafedən çıxdı. Ətrafına boylanıb, giriş qapısından biraz kənarda enli səkidə saxlanılmış qara rəngli Jaguarı gördü və dərhal ona yaxınlaşdı. Maşının sol tərəfinə keçib, gövdəsinə diqqətlə nəzər yetirdi. Bu zaman Aydənizin kafedən çıxdığını görüb cəld maşından aralandı. Amma qız tək idi. Roman onunla çıxmamışdı. Fikirli halda cibindən bir saqqız çıxarıb ağzına atdı. Keçib qırmızı rəngli Mercedesə əyləşdilər. Romanın maşınına baxırdın, sükanın arxasında oturmuş Aydəniz soruşdu. Hə, elə belə, maraq üçün. Ayxan çarəsiz cavab verdi. Romandan zəhləm gedir, amma onun bu cinayətləri edə bilməsinə qəti inanmıram. Niyə? Bilmirəm, ancaq nədənsə mənə elə gəlir ki, Romanla heç tabancanı əlində düzgün tutmağı da bacarmaz. Aydəniz bunu deyib maşını işə saldı. Mercedes kafedən uzaqlaşıb küçə boyu hərəkət etməyə başladı. Evə gedəcəyik? Qız soruşdu. Hə, evə sür. Ayxan şüşəni aşağı salıb, qolunu maşının pəncərəsindən çölə çıxartdı. Bayaq məni o modabazla tək qoyub yuxarı çıxanda doğrusu incidim, Aydəniz dedi. Nə danışdınız Renata ilə? Sən Fikrət əminin başına gələn bu işlərdə o kaftardan şübhələnirsən? Ayxanın fikri başqa yerdə idi deyəsən. Ancaq gec də olsa qızın sualına cavab verdi. Əslində başı verənlərdən onun əli olmasından şübhələnmirəm. Ancaq mənə elə gəlir ki, hər halda bu qadın nəsə bilir. Nəyi bilir axı? Bəlkə də hər şeyi. Aydəniz yenə nəsə soruşmaq istəyirdi ki, telefondan zəng gəldi.
Açıb qulağını apardı. Hə, Fikrət əmi, biz yoldayıq, evə gəlirik. Yaxşı. Telefonu qapayıb Ayxana baxdı. Fikrət əmidir. Dedi ki, Ayxana de, özünü təcil evə çatdırsın. Nə olub ki? Ayxan narahat oldu. Heç nə demədi. Saxla maşını. Maşın dayanan kimi Ayxan qızı sağ tərəfə keçirib, özü sükanın arxasında oturdu və həmin anda da Mercedes sürətlə irəli şığıdı. Gənc detektiv deyəsən evdə çox pis bir xəbər eşidəcəyini artıq duymuşdu. 8-ci bölüm. Onlar Malikənin qarşısına yetişəndə buraya xeyli adamın toplaşdığını gördülər. Fikrət Nəzərli, Rizvan və 2 nəfər polis işçisi də adamların arasında idilər. Hamı Turxanın qəhvəyi rəngli Chevroletinin başına yığışmışdı. Turxan özü isə darvazadan biraz aralı, hasarın dibində yerə çöküb, başını əlləri arasına almışdı. Yanında dayanmış Elza Mixaylovna əlini onun çiyninə qoyub, astadan nəsə deyirdi. Hamı çox həyəcanlı idi. Hamının üzündə qorxu və kədər duyulurdu. Bir-biri ilə astadan, təşviş dolu səslə danışıb, nəyisə müzakirə edən adamların səsləri birləşib anlaşılmaz bir uğultu yaratmışdı. Fikrət Nəzərli maşından enən Ayxana kədər və acı peşmançılıq ifadə edən baxışlarla baxırdı. Ayxan adamları aralayıb Chevroletə yaxınlaşdı. Melisa sürücü yerinin sağındakı oturacaqda oturmuş, başını sinəsinə indirmişdi. Oturacağa bağlanmış qoruyucu kəmər onu azacıq qabağa əyilmiş vəziyyətdə saxlayırdı. Ayxan qızın sağ gicgahındakı güllə yarasını görəndə hər şeyi birdən-birə anladı. Sarsıldı. Melisanı öldürmüşdülər. İndi hamı ona baxırdı. Ayxana. Ayxanın isə sifəti daşa dönmüşdü sanki. Gözlərini dostunun gicgahındakı qanlı yaraya zilləyib durmuşdu. Yumruqlarını elə sıxmışdı ki, gərilmiş qol əzələlərinin titrəyişi əynindəki nazik gödəkçənin üstünə belə bilinirdi. Bunu kim edib? Birdən ətrafına boylanıb, konkret, heç kəsə müraciət etmədən soruşdu. Heç kəsdən səs çıxmadı. İndi hamı bir-birinin üzünə baxırdı. Sanki danışmağa qorxurdular. Axı necə olub bu? Daha ucadan səsləndi. Bu dəfə Fikrət Nəzərli təəssüflə başını bulayıb, titrək səslə cavab verdi. Turxanla gəzməyə çıxıblarmış. Evə qaydanda vurublar. Kim? Bilinmir. Yenə də Jaguar. Ayxan cəld maşından aralanıb hasara tərəf addımladı. Yerdə bardaş qurub oturmuş Turxanın qarşısında dayanaraq, danış görək, hadisə necə olub deyə soruşdu. Oğlan ağır-ağır yerində dikəlib əvvəlcə Ayxana, daha sonra isə anasına baxaraq başını aşağı dikdi. Qorxu və həyəcanını boğmaq üçün elə hey dodaqlarını gəmirirdi. Ayxanın isə bu dəqiqə ona heç yazığı gəlmirdi. Hadisənin necə baş verdiyini hələ dəqiq öyrənməsinə özlüyündə əmin idi ki, Melisa Turxanın güdazına gedib. Yəni, Fikrət Nəzərli ailəsinin axırına çıxmaq istəyən adamların Turxana atdığı güllə dəyib Melisaya. Axı başqa cür ola da bilməzdi. Melisa tamamilə günahsız idi və apardığı tədqiqatda elə bir irəliləyiş etməmişdi ki, onu aradan götürmək qərarına gəlsinlər. Amma Melisa'nın yanmış fermanın yanında əsəbi halda dediyi cümləni xatırlatdı. Bu cinayətlərin planını tamam başqa bir adam qurub və mən deyəsən həmin adamın kim olduğunu artıq bilirəm. Yaxud dünən axşam həmin bu evin həyətində dediyi sözlər. İstehzanız yersizdir, cənab Axilles. Mən qatili doğrudan da tapacam. Yəni doğrudanmı Melisa baş vermiş cinayətlərin sirri barədə artıq nəsə bilirmiş? Kimdən şübhələnsə bilərdi axı o. Yox, bu ola bilməz. Melisa nəsə bilsəydi, mütləq onunla bölüşərdi fikirlərini. Mütləq. O həmişə belə etmişdi, heç nə gizlətməmişdi Ayxandan. Yox, onun qatilləri Turxanı izləyirlərmiş.
Turxanı öldürmək istəyiblər. Acıqlı baxışlarla Turxanı süzüb səsini qaldırdı. Danış. Biraz sakit olun cavan oğlan. Elza Mixaylovna məzəmmətlə dilləndi. O bu saat güclü stres vəziyyətindədir. Heç nə olmaz, qoy danışsın. Ayxan dedi. Başını qaldırmadan danışmağa başlayan Turxanın qurumuş dodaqları səyriyirdi. Biz şəhər ətrafına gəzib geri qayıdırdıq. Karamyanın konserv zavodunun yanından keçəndə arxadan böyük sürətlə qara rəngli bir Jaguarın gəldiyini gördük. Melisa dedi ki, sürəti artır. Mən sürəti artırdım. Ancaq Jaguar bizə çatıb sağ tərəfdən maşına yaxınlaşdı. Sükanın arxasında oturmuş adamın üzü qara parça ilə örtülmüşdü. Birdən əlini maşından çıxarıb tapança ilə bizə 2 dəfə atəş açdı. Mən dərhal əyləci bastım. O sovuşub getdi. Gördüm ki, Melisa ölüb. Maşında neçə nəfər idilər? Ayxan soruşdu. Məncə elə bir nəfər. Bu zaman bir Jiguli gəlib yaxınlıqda dayandı. Müstəntiq Sakulin maşından enib Chevroletin başına yığılmış adamlara tərəf getdi. Bu hadisə nə vaxt olub? Ayxan yenə Turxana sual verdi. Melisa vurulandan sonra maşını dərhal hara sürdün? Yoxsa orada ləngidin? Biraz ləngidim. Turxan cavab verdi. Özümə gələnə qədər. Yəni nə qədər? 10-15 dəqiqə. Ayxan bu dəfə üzünü Elzaya çevirdi. Sizcə Fikrət Davudoviç bizə dərhal zəng vurdu? Turxan gələn kimi? Yox, qadın başını yellədi. Fikrət Aydənizə zəng vuranda yanında idim. Onda artıq Turxan 20 dəqiqə olardı ki, gəlmişdi. Bəs polis? 2 cavan polis zəng vuran kimi dərhal gəldilər. Onlar buradadılar, maşının yanında. Dedilər, əməliyyat qrupu gələcək, amma hələ gəlməyib. Ayxan dönüb maşının başına toplaşmış adamlara baxdı. İndi o beynində bəzi hesablamalar aparırdı. Aydənizlə o Renata kafesində 20 dəqiqə, uzaqbaşı yarım saat oturmuşdular. Kafedən çıxandan sonra buraya 5-6 dəqiqəyə çatardılar. Karamyanın konserv zavodu şəhərdən biraz aralı yerləşirdi. Melisa vurulandan sonra Turxan 15 dəqiqə yubanmışsa, görəsə neçə dəqiqəyə çata bilərdi buraya? Olsun bu 15 dəqiqə. Belə çıxırdı ki, hadisə baş verəndə Aydənizlə o kafeyə hələ çatmayıblarmış. Bəs onda harda imiş görəsən? Hadisə onların kafeyə girməsindən neçə dəqiqə əvvəl olunmuş? Yenə 10-15 dəqiqə. Yox, bunu daha dəqiq hesablamaq lazım idi. Onlar kafeyə girəndən təxminən 10 dəqiqə sonra Roman gəldi. Ya biraz tez. Elza Mixaylovna oğlunun uzun saçlarını sığallayıb kövrək səslə dilləndi. Mənim əziz oğlum, sənə bir şey olsaydı mən buna dözə bilməzdim. Qətiyyən dözə bilməzdim. Gəl gedək biraz uzan. Görürəm halın yaxşı deyil. Ayxan qadına kinayəli nəzərlərlə baxıb onlardan aralandı. Darvaza tərəfdə Rizvanla söhbət edən müstəntiqə yaxınlaşıb onun qoluna girdi və bir qədər kənara çəkdi. Başınız sağ olsun Asayev. Sakulin kədərlə dilləndi. Bu lap ağlasığmaz bir iş oldu. İnanın ki, mən çox üzüldüm. Melisa yaxşı insan idi. Ayxan başını tərpətməklə razılığını bildirdi. Cənab müstəntiq, yaxşı olar ki, elə bu saat Karamyanın Samvellalı işçisinin harda olduğunu, yəni əslində hadisənin baş verdiyi vaxt harda olduğunu öyrənəsiniz. Samvel Sirasyanın, Sakulin təəccübləndi. O çox şübhəli bir tipdir. Siz bu işdə ondan şübhələnirsiniz? Hə. Əlinizdə əsas var? Bu barədə sonra danışarıq. Ayxan hövsələsiz dilləndi. Siz onun hadisə vaxtı harda olduğunu öyrənsəniz pis olmaz. Müstəntiq Sakulin dərhal razılaşdı. Yaxşı, elə bu saat zəng vurub deyərəm. Öyrənərlər. Zəng vurun. Ayxan bunu deyib ondan ayrıldı və yenidən Turxanın maşınına tərəf addımladı. Əslində dostunun meyitini bir daha görmək istəməzdi, amma ayaqları özündən asılı olmayaraq onu Chevroletə tərəf çəkirdi. Meyitə hələ toxunmamışdılar. Melisa həmin vəziyyətdə oturub başını aşağı dikmişdi.
Saçlarını yığıb arxada bağladığı üçün üzünün sağ tərəfi aydın görünürdü. Gicgahındakı yaradan süzülən qan ağarıb solğunlaşmış, üzündə nazik zolaq açmışdı. Maşının qapısını açmaq istəyəndə gənc polis işçisi ona mane olmağa cəhd göstərdi. Açmaq olmaz, bu saat əməliyyat qrupu gələcək. Cəhənnəm olsun sizin əməliyyat qrupunuz. Ayxan hirslə çığırıb yanındakıları kənara itələdi və qapını açdı. Meyit vəziyyətini dəyişmədi. Qoruyucu kəmər onu yıxılmağa qoymurdu. Melisa'nın sol əli yanına düşmüşdü. Sağ əli isə dizinin dibində idi. Ayxan onun gödəkçəsinin yaxasını kənara çəkdi. Qayışla qızın çiynindən asılmış qaburadan Magnuma tapançasının dəstəyi görünürdü. Gödəkçəsinin yaxasını buraxıb maşının salonuna göz gəzdirdi. Bir daha diqqətlə yarıya baxdı və özündən asılı olmayaraq dodaqlarının altında pıçıldadı. Bu ola bilməz. Yanında dayanmış polis leytenantı onu yaxşı eşidə bilmədi. Siz nə dediniz? Amma o Ayxanı eşitsəydi də anlamayacaqdı. Çünki Ayxan bu sözləri həyəcanlı anında özünə ən çox doğma hesab etdiyi dildə, bayaqdan bir saatdan çox Aydənizlə danışdığı dildə, Azərbaycan türkçəsində demişdi. Polis leytenantına cavab verməyərək maşının qapısını örtdü. Adamlardan aralanıb malikanənin hasarına tərəf addımladı. Bayaq Turxanın oturduğu yerdə aşağı çöküb kürəyini hasara söykədi və eyni sözləri təkrar etməyə başladı. Bu ola bilməz. Bu ola bilməz. 5 dəqiqə sonra prokuror Buslayevin başçılığı ilə əməliyyat qrupu gəlib çıxdı. Meyit ilkin müayinə edildi, üst-başı axtarıldı, müxtəlif tərəflərdən fotoşəkilləri çəkildi. Sonra onu çıxarıb ambulansa qoydular. Prokuror Turxanı evdən çağırtdırıb özü bir daha danışdırdı. Müstəntiq Sakulin ilə polis leytenantına tapşırdı ki, hadisə yerinə gedib orada bəzi vacib formal prosesləri yerinə yetirsinlər. Açıq görünürdü ki, Buslayev hadisə yerində ciddi təhqiqat aparılmasına elə böyük əhəmiyyət vermir. Qırmızıntıya çalan ətli sifətində laqeydlik və özündən razılıq ifadəsi var idi. Bu ifadəni maşının əyləşərkən müstəntiqə verdiyi sözlər də təsdiq edirdi. Mən 100% əminəm ki, siz orada kol tapancasının gilizlərindən başqa heç nə tapmayacaqsınız. Bu lənətə gəlmiş ələ keçməz Jaguar, lap yəqin ki, yenə bir iz qoymadan yoxa çıxıb. Odur ki, biz onu tapmaq üçün xüsusi əməliyyat tədbirləri həyata keçirməli olacağıq. Ambulans da, əməliyyat qrupunun maşınları da yola düşüb getdilər. Tamaşaya yığılmış adamlar da dağılışmağa başladılar. Müstəntiq Sakulin hasarın yanında dayanıb nəsə fikirləşən Ayxana yaxınlaşdı. Mənimlə hadisə yerinə getmək istəyirsiniz? Hə, gedək, gənc dedektiv kədərli halda başını tərpətdi. Turxanı da özləri ilə götürüb Jiguliyə əyləşdilər. Sakulin sükanın arxasına keçdi. Polis leytenantı arxada Turxanla yanaşı oturdu. Yol boyu heç nə danışmadılar. Sanki danışmağa sözləri də yox idi. Həddən artıq qaşqabaqlı görünən Ayxan isə heç kəsin üzünə baxmadan gözlərini yola dikmişdi və elə hey nəyinsə barəsində fikirləşirdi. 12 dəqiqə sonra onlar artıq qətl hadisəsinin baş verdiyi yerə çatmışdılar. Bura şəhərin bir qədər aralı idi. Yolun bir tərəfində böyük konserv zavodunun kərpicdən çəkilmiş hasarı uzanıb gedirdi. Digər tərəfi isə düzənlik idi ki, bu düzənlikdən sonra ucu bucağı görünməyən meşələr başlayırdı. Maşından enib asfalt yola çıxdılar. Burada əyləc qəfildən basıldığı üçün sürətlə gedən Chevroletin təkərləri asfaltda qara izlər buraxmışdı və bu izlər aydın görünürdü. Turxan onu yanındakılara göstərdi. Təkər izləri asfaltın təxminən ortasında idi. Onun sağ tərəfindən bir mini avtomobili sərbəst keçib gedə bilərdi. Ancaq bu yolda maşınlar nə qədər seyrək hərəkət etsə də, hadisədən sonra buradan xeyli maşın keçmişdi və asfaltda Jaguarın izlərini axtarmaq əbəs idi. Prokurorun dediyi kimi ələ keçməz Jaguar yenə də heç bir iz qoymadan yoxa çıxmışdı. Siz maşını ilk dəfə görəndə o harda idi? Ayxan Turxandan soruşdu. Turxan yanağına tökülən uzun saçlarını əli ilə arxaya darayıb, hasarın uzaqda görünən tinini göstərdi. Biz zavodun o tinindən burulub bu yola çıxdıq.
Simanovka kəndi tərəfdən gəlirdik. Yola çıxıb 50 metr gəlmişdik ki, o başdan arxamızca gələn Jaguarı gördük. O da bu yolla Simanovka yolundan burulmuşdu. Məncə yox, amma dəqiq deyə bilmərəm. Biz artıq oranı arxada qoymuşduq. Jaguarı isə bizə çatmağına az qalmışdı. Onu birinci kim gördü? Melisa. Nə dedi? Güzgüdən arxaya baxdı. Bu deyəsən odur dedi. Həmin qara Jaguar. Sonra mənə dedi ki, sürəti artırım. Mən də maşına tam sürət verdim. Həmin bu yerə çatanda Jaguar bizi haqlayıb sağımıza keçdi. Sən niyə yolun ortası ilə gedirdin? Bu dəfə sualı müstəntiq Sakulin verdi. Onun bizə soldan yanaşacağını düşünüb buna imkan vermək istəmirdim. Aydındır, davam et. Sağ tərəfdən bizimlə bərabərləşən anda Jaguarın sürücüsü sol əlində tutduğu tabancanı açıq pəncərədən çıxarıb dalbadal 2 dəfə atəş açdı. Mənim maşınımda qabaq tərəfdə şüşələrin ikisi də aşağı salınmışdı. Güllənin biri az qala mənə deyəcəkdi. Sifətimdən bəlkə də 1 santimetr alarlıq keçdi. Mən dərhal əyləci bastım. Jaguar isə dayanmadan keçib getdi. Baxdım ki, güllənin biri Melisaya dəyib. Elə o anda da o ölmüşdü. Jaguarın nömrə nişanlarını gördün? Sualı yenə müstəntiq verdi. Nömrəsi var idi deyəsən, ancaq həmin anda mən ona fikir verə bilmədim. Özümü tamam itirmişdim. Həmin vaxt yolda başqa maşın görünürdü. Lap qabaqda bir ağ Volga gedirdi. Başqası yadımda qalmayıb. Bayaqdan asfaltda göz gəzdirən Ayxan söhbətə qarışdı. Deməli, Melisa dedi ki, sürəti artır. Bəs sonra nə etdi? Nə danışdı? Hər şey ani oldu. Melisa bir də deyəsən hirslə astadan söyüş söydü. Sonra maşın bizə çatdı və atəş açdı. Ayxanın yəqin ki, daha başqa sualı yox idi. Asfaltın ortasına gəlib başını aşağı dikərək nəsə axtarırdı. Gilizləri axtarırsınız? Sakulin soruşdu. Hə. Buradan gör neçə maşın keçib. İndi üstlərindən keçən təkərlər onları hər yerə tullaya bilərlər. Amma Ayxan gilizin birini Chevroletin təkər izlərinin yaxınlığından tapdı. Onu qaldırıb diqqətlə baxaraq müstəntiqə verdi və güllə həqiqətən Colt tapancasından atılıb dedi. İkinci gilizi isə polis leytenantı yolun zavod tərəfə yaxın hissəsində tapdı. Onun üstündən maşın keçdiyi üçün biraz əzilmişdi. Ayxan yoldan aralanıb zavodun hasarına tərəf addımladı və onun üzərində tapanca gülləsinin qoyduğu izi çətinlik çəkmədən müəyyən etdi. Ona yaxınlaşan Sakulin portfelindən təbaşir çıxarıb güllə yerinin ətrafına kiçik dairə çəkdi. Sonra isə polis leytenantı həmin görüntünü və yolda qalmış təkər izlərini fotoaparatla lentə almağı tapşırıb Ayxana dedi. Asayev, gəlin birlikdə zavoda girək və işçiləri danışdıraq. Bəlkə bir şey eşidib görən olub. Hasanın yanı ilə xeyli gedib tini buruldular və darvazadan həyətə girdilər. Bir sex rəisi ilə söhbətdən sonra hadisə zamanı güllə səsləri eşidən 2 fəhləni müəyyənləşdirə bildilər. Bunlardan biri yaşlı kök qadın, digəri isə gənc qız idi. Deyin görək nə eşitmisiniz? Müstəntiq işçilərə sual verdi. Biz həyətdə Hasanın yanında idik. Yaşlı qadın birinci dilləndi. Söhbət edirdik. Birdən kimsə küçə tərəfdən gələn qəfil səsdən diksindik. Bu, asfalta sürtünən təkər səsi idi. Mən elə bildim ki, maşın qəzası oldu. Amma elə həmin vaxt bir güllə atıldı. Bir yox, dalbadal 2 güllə. Gənc qız onun sözünə düzəliş verdi. Sən elə dediyini deyirsən. Yaşlı qadın acıqlandı. Mən birini eşitdim, birini deyirəm. Yaxşı, mübahisə etməyin. Ayxan qaşqabaqlığını salladı. Çalışın, biraz da dəqiq danışasınız. Əvvəl nə eşitdiniz? Təkərlərin səsini, yoxsa güllə səsi? Əvvəl təkərlərin səsini eşitdik. Qız cavab verdi. Güllə səsləri çox da kəskin deyildi. Yəni, biri o birindən zəif eşidildi. Görürsünüz, Nadejda Nikolayevna, onu heç eşitməyib.
Sonra nə eşitdiniz? Başqa heç nə. Sonra sakitlik oldu. Ancaq küçədən keçən maşınların normal səsi eşidilirdi. Bu fəhlələr isə uca hasarın arxasından küçədə baş verən hadisəni görə bilməzdilər. Ona görə də daha əlavə sual verməyə ehtiyac yox idi. Müstəntiq onlara təşəkkür edib adamların ünvanlarını qeyd dəftərçəsinə yazdı və Ayxana başı ilə işarə etdi. Gedək Asayev, gedək. Hadisə yerinə qayıdan kimi Ayxan dərhal Turxana sual verdi. Sən mənə dəqiq deməyə çalış. Maşını güllələr atılandan əvvəl saxladın yoxsa sonra? Turxan azacıq fikrə gedib pərt halda dilləndi. Yaquar bizim arxamıza düşəndə mən bəlkə həyəcan keçirirdim. Ona görə də həmin anda qorxudan nə etdiyimi bilmirdim. Ancaq yadımda belə qalıb ki, güllələr atıldı və mən dərhal əyləci bastım. Ya bəlkə də biraz tez basmışam. Bu vaxt Sakulin gülümsədi. Sən heç indi də özündə deyilsən. Səni həkimə göstərmək lazım olacaq. Sonra isə Ayxana baxdı. Mən bunu izah edə bilərəm. Yaquar sağ tərəfdən bunlara yaxınlaşıb tamam bərabərləşəndə qatil yaxın məsafədən hər ikisinin başını nişan alaraq atəş açıb. Onu da deyim ki, o hər kimdirsə peşəkar qatil və sərra satıcıdır. Baxın, birinci atəşlə Melisanı vurub. Elə həmin anda Turxan əyləci basıb. Yəni birinci atəşlə ikincinin arasında burada saniyənin 1/5 qədər müddətdən söhbət gedə bilər. Beləliklə, Turxan əyləci basdığı üçün əslində başına tuşlanmış güllə onun sifətinin qarşısından keçib. Ayxan əsəbi halda əlini yellədi. Mən sizinlə razıyam, ancaq bütün bunlar qatili tapmaq üçün bizə heç nə vermir. Doğrudur, bunun bizə verdiyi uzaqbaşı odur ki, qatilin son dərəcə sərras atıcı olduğuna inanırıq və bilirik ki, Turxan əyləci yarım saniyə gec bassaydı, indi Melisa kimi o da həyatda olmayacaqdı. Nə isə, Ayxan yenə əlini yellədi. Mənə bir siqaret verin. Polis leytenantın cibindən siqaret çıxarıb ona verdi və alışqanla yandırdı. Çəkən deyilsinizsə, çəkməsəniz yaxşıdır, Sakulin dedi. Sizin kədərinizi anlayıram, amma daha heç nəyə geriyə qaytarmaq mümkün deyil. Sonra nə düşündüsə üzünü Turxana tutdu. Deməli deyirsən ki, Yaquarın nömrə nişanı var idi. Məncə var idi. Turxan fikirli halda başını qaşıdı. Ancaq elə vəziyyətdə mən onu yadda saxlaya bilməzdim. Elə bu an bayaqdan susmağa üstünlük verən polis leytenantı söhbətə qarışdı. Bu nömrə lap yəqin ki, saxta olub. Ancaq saxta olsa da, Yaquar o nömrə ilə uzağa getməzdi. Mənim fikrimcə, qətli törədəndən sonra hardasa yaxınlarda xəlvət bir yerdə dayanaraq nömrəni dəyişiblər. Müstəntiq ona qulaq assa da, fikrinə münasibət bildirməyib Ayxana baxdı. Daha məncə bizim burada işimiz qalmadı. Gedək. Siz gedin, mən özüm gələcəm. Ayxan dedi. Piyada gələcəksiniz. Burada taksi tapmaq çətin məsələdir. Siz gedin dedim. Yaxşı, onun səsindəki kobudluğu duyan müstəntiq incik səslə dilləndi və maşına əyləşib yola düşdülər. Yerində 10 dəqiqədən çox fikirli halda dayanan Ayxan nəhayət asfalt yolun kənarı ilə şəhərə doğru addımlamağa başladı. Yerdikcə beyninin bütün gücü ilə düşünür, özünə qapıldığı üçün yanından şütüyüb keçən maşınları belə hiss etmirdi. Əvvəlcə bir qədər ürəyində Melisa ilə söhbət etdi. Ona suallar verir, dostundan bu suallara cavab almağa çalışırdı. Amma Melisa sirrini ona açmırdı. Elə hey yanmış fermanın yanında dediyi sözləri təkrar edirdi. Bu cinayətlərin planını tamam başqa bir adam qurub və mən deyəsən həmin adamın kim olduğunu artıq bilirəm. Melisa'nın ölümü onu çox ağrıtmışdı. Gərək ölməyəydi o. Gərək ölməyəydi. Az qalı özünü də günahkar sayırdı qızın ölümündə. Bugün səhər Aydənizlə evdən çıxarkən onun dediyi sözləri xatırladı. Mənim sizə ehtiyacım yoxdur. Turxan məni gəzintiyə dəvət edib. Onunla çıxacam. Deməli bu sözlər Melisa'nın dilindən eşitdiyi son sözlər oldu. Son sözləri ilə onu qısqandırmağa çalışdı Melisa. Onu həqiqi məhəbbətlə sevən Melisa. Sonra bir-birinin ardınca gələn müəmmalı cinayətlər barədə düşünməyə başladı. Beynində dərhal hər şey bir-birinə qarışdı.
Yuri Tarasov gözləri qarşısına gəlib, siqarını tüstülədə ona kinayə ilə baxırdı. Ömründə üzünü görmədiyi Vartan Karamyan şeytan cindindən gözünə görünüb gülürdü. Mənim hələ başım xarab olmayıb ki, cinayət etdiyim yerə öz imzamı qoyum. Renata sərxoş inadı ilə öz sirli sözlərini təkrar edirdi. Fikrətin ölümü bəlkə də mənim ölümüm deməkdir. Hələ roman? Yox, o heç nə demirdi. Eləcə qız kimi əzilib büzülürdü. Onun əvəzinə Aydəniz danışırdı. Deyirdi ki, roman tapancanı heç əlində tuta bilməz. Ayxan bütün bu fikirləri, xəyalları beynindən qovmaq istəyirdi. Çünki fikirləşməli, üstündə baş sındırmalı yeni məsələlər çıxmışdı ortaya. O bu məsələləri nəyin bahasına olursa olsun həll etməli, qarşısında duran sirli suallara cavab tapmalı idi. Suallar isə çox idi. Həm də deyəsən həddən artıq çox. Baş aça bilmədiyi elə buna görə də ürəyinə böyük şübhə toxuma salan suallardan ən vacibi yenə də Melisa ilə bağlı idi. Melisa bilirdi bu sualın cavabını. Əgər bircə dəqiqəlik dirilib gələ bilsəydi, çox sevdiyi Ayxana izah edərdi hər şeyi. Mütləq izah edərdi. Ayxan Melisa'ya vermək istədiyi sualı müstəntiqdən də başqalarından da gizlətmək istəyirdi. Melisa artıq həyatda yox idi və deməli ona heç nə deyə bilməyəcəkdi. Belə çıxırdı ki, həmin sualın da onun ardınca öz növbəsini gözləyən digər sualların da cavabını Ayxan özü tapmalı idi. Abram Fixmanın ən çox ümid bəslədiyi detektivi Ayxan Asayev. Melisa'nın hərdən gözləri önünə gələn kədərli xəyalı da deyəsən elə hey bunu deyirdi. Fikirləş, Axilles, fikirləş. Maşın siqnalının səsi onu diksindirib düşüncələrindən ayırdı. Düz yanında ağ rəngli bir Hyundai dayanmışdı. Gəl otur, aparım səni. Sükanın arxasında oturmuş sarışın qız əlini uzadıb sağdakı qapını açdı. Maşında bu qızdan başqa heç kəs yox idi. Ayxan ona əhəmiyyət verməyib yoluna davam etdi. Ey, səninləyəm. Qız səsini ucaltdı. Gedin, mən piyada gəzmək istəyirəm. Ayxan əlini yellədi. Burada gəzməli yer yoxdur. Park deyil bura sənin üçün. Şəhərə hələ 5 kilometr var. Gəl otur, biraz söhbət də edərik. Cəhənnəm ol başımdan. Onun kobud cavabı deyəsən qıza lap od qoydu. Tərbiyəsiz, əclaf, deyə ucadan çığırıb, maşını yerindən tərpədərək sürətlə uzaqlaşdı. Ayxan heç nə olmayırmış kimi yenidən öz fikirlərinə qapılıb yolun kənarı ilə addımlamağa başladı. Burada asfalt yolunun hər iki tərəfi yalnız yaşıl düzənlikdən ibarət idi. Əynindəki yüngül geyim, ayağına giydiyi idman stili ayaqqabısı hərəkətini xeyli rahatlaşdırırdı. Ona görə də qətiyyən yorulub eləməmişdi. Daha biraz gedəndən sonra qarşıda asfalt yolunun sağ tərəfində iri yemşan kolluğu göründü. Bayaq müstəntiqin maşınında hadisə yerinə gedəndə Ayxan bu kolluğu görüb yadında saxlamışdı. Oraya tez çatmaq üçün addımlarını sürətləndirdi. Yemşan kolluğuna çatanda əvvəlcə hərlənib onun arxasına keçdi. Burada otlar alçaq və seyrək idilər. Ayxan nəyə görəsə ehtiyatla addımlayır, ayağının altına diqqətlə baxırdı. Bəzən isə gördüyü izləri daha yaxşı müşahidə etmək üçün aşağı əyilib dizinin birini yerə qoymalı olurdu. Sonra yenə asfaltın kənarına qayıtdı və kolluqda asfalt yolunun arasında olan dar zolaqla axtarış aparmağa başladı. Əli ilə otları aralayıb, hər yerə son dərəcə diqqətlə nəzər salırdı. Nəhayət asfaltın otluğun düz sərhəddində otların arasına düşmüş bir şey gözünə sataşdı. Cəld dizini yerə atıb əlini uzadaraq onu götürdü. Bir qədər gözdən keçirib ovucunda sıxdı və dodağının altında kimisə qəzəblə söydü. Sənin... Sonra başını qaldırıb şəhərə tərəf boylandı. Bu zaman onun həmişə laqeyd bir ifadə oxunan göy gözlərinə baxan olsaydı, bu gözlərdəki qeyri-adi nifrəti görüb mütləq sarsılardı.